Salam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, hörmətli izləyicilər, Dövlət İmtahan Mərkəzi 1-ci hissəsi test toplusu 2025-ci ildə xəritə və qlobus bölməsinin suallarına, izahlarına baxacağıq. 134-cü sualdan başlayaq. Demək, 134-cü sualda xəritəyə də hərəkət xətləri üsulu ilə təsvir olunur. Biz hansı üsullar var? İzoxətlər, areal, hərəkət xətləri, nöqtələr və s. üsullarımız var. Hərəkət xətləri üsulu ilə xəritədə hərəkətdə olan obyektlər göstərilir. Bunlar A1 küləkləri götürərik. Bəli. Havanın temperaturu xeyr, bu hərəkət xətləri üsulu ilə göstərilməz. Yağıntılar da həmçinin hərəkət xətləri üsulu ilə göstərilməz. Yük daşımaları, bəli, hərəkət xətləri üsulu ilə göstərilər. Okean cərəyanları da həmçinin. Mütləq hündürlük isə xeyr, götürülməz. Bu zaman 1, 4 və 5 bizim testimizin doğru cavabı olar. 135-ci suala topoqrafik xəritəyə aid olmayan xüsusiyyətləri soruşur bizdən. Baxaq, aid olmayanları götürürük. Deyir ki, birincidə kiçik ərazilərin təsvir edilməsində istifadə olunur. Bu aiddir. Baxın, bu aiddir. Ona görə bunu götürmürük. Bizə aid olmayanları soruşur. Ərazinin planlaşdırılmasında əhəmiyyətli rola malik deyil. Deyil. Amma əhəmiyyətli rola malikdir. Ona görə bizim testimizin cavablarından biri 2. Faydalı qazıntıların çıxarılması zamanı mühüm əhəmiyyəti ilə seçilir. Xeyr. Mühəndis qurğularının tikintisində, daha doğrusu faydalı qazıntıların çıxarılması bəli seçilir, amma bizə aid olmayan bu aiddir. Yəni topoqrafik xəritələrdə faydalı qazıntıların çıxarılmasında istifadə edilir. Mühəndis qurğularının tikintisində və texniki layihələrin hazırlanmasında istifadə olunur. Bəli, olunur. Mühəndis qurğularında olunur istifadə. Bu da aiddir. Biz aid olmayanı soruşduğu üçün götürmərik. Böyük miqyasda tərtib olunur. Bəli, böyük miqyas, amma böyük əraziləri yox, kiçik əraziləri təsvir edir. 2-5 135-ci sualın düzgün cavabı olar. 136-cı suala nəzər yetirək. Təhriflərin demək olar ki, olmadığı kartoqrafik təsvirlər. Demək olar ki, deyir, hansı kartoqrafik təsvirlərdə təhrif yoxdur. Təhrif də bildiyimiz kimi nədir? Səhvlər, düşünülmüş, bilərəkdən edilmiş səhvlərdir xəritələrdə. Yarımkürələrin xəritəsində bildiyimiz kimi təhriflər çoxdur. Planda nisbətən təhrifin sayı azdır, demək olar ki, yoxdur. Kiçik miqyaslı dünya xəritəsində təhrifin sayı nə qədər desən, azimutal proyeksiyada tərtib olunmuş Antarktidanın xəritəsində, azimutal proyeksiya ekvatorial ərazilərin təsvirində daha effektivdir. Antarktida isə qütbətraf ərazidə yerləşir. Heç vaxt bu olmaz. Qlobus təhrifsiz təsvirdir. Topoqrafik xəritə isə böyük miqyaslı olduğu üçün kiçik ərazilər təsvir olunur və təhrif az olur. 1, 5, 6 bizim testin düzgün cavabı olar. 137-ci suala nəzər yetirək. Düzgün fikirləri soruşur bizdən. Görək hansı düzgün fikirlər var burada. Okean cərəyanları izoxətlər üsulu ilə göstərilir. Xeyr, cərəyanlar hərəkət xətləri üsulu ilə göstərilir. Bergiştirik yamacın meyillilik istiqamətini göstərir. Bəli, bergiştirik yamacın meyillilik istiqamətini göstərir. Nisbi hündürlük okean səviyyəsindən hesablanır. Xeyr, okean səviyyəsindən mütləq hündürlük hesablanır. Olmaz, olmaz. Körpü miqyassız şərti işarə ilə göstərilir. Bəli, körpü miqyassız şərti işarə ilə göstərilir. Sonra topoqrafik xəritələr böyük miqyaslıdır. Bəli, topoqrafik xəritələr böyük miqyaslıdır. Planda yerin kürəvi əyriliyi nəzərə alınır. Xeyr, alınmır. Planda yerin əyriliyi nəzərə alınmır. Bu zaman 2, 4, 2, 4 və 5 bizim testin düzgün cavabı olar. Daha sonra baxaq. 138-ci sualdan davam edək. 138-ci sualda görək nə deyir? Düzgün olan fikirləri bizdən istəyir. Baxaq. Planda coğrafi koordinatları təyin etmək mümkündür. Xeyr, planda meridian və paralel olmadığı üçün coğrafi koordinatları təyin etmək olmaz.
Sonra xəritədə çayların eni və uzunluğunu hesablamaq mümkündür. Çayların uzunluğunu hesablayarıq, amma enini hesablaya bilmərik. Daha sonra qlobusda eyni anda bütün dünyanı görmək mümkün deyil. Bəli. Bir tərəfinə baxanda digər tərəfini görmürük. Magellan boğazı Bakıdan cənub-qərbdə yerləşir. Bəli. Magellan boğazı Cənubi Amerikanın cənub hissəsində yerləşir. Cənubi Amerikanın odlu torpaq adasından ayırır. Bəli, Bakıdan cənub-qərb istiqamətindədir. Bütün materiklər böyük coğrafi kəşflər dövründə kəşf edilib. Xeyr, Antarktida materiki və yaxud Avstraliya materiki bunu istisnadır. Bütün məntəqələr şimal coğrafi qütbündən eyni azimutda yerləşir. Bəli, biz şimal coğrafi qütbündə dayansaq, hara gediriksə gedək, cənuba gedərik. Cənubun da azimutu neçə dərəcədir? 180 dərəcə olar. Bizim testimizin, o 138-ci test tapşırığının düzgün cavabı nə olar? 3, 4 və 6 olar. 139-cu suala nəzər yetirək. Kiçik miqyaslı dünya xəritəsinin qlobusdan fərqli xüsusiyyətini soruşur bizdən. Kiçik miqyaslı dünya xəritəsinin. Baxın, coğrafi koordinatları hesablamaq mümkündür. Bu həm hər ikisində mümkündür. Fərqli xüsusiyyət deyil bu. Bu həm qlobusda mümkün, həm də ki xəritədə. 2. Təsvirdə kartoqrafik proyeksiyalardan istifadə edilib. Bəli, artıq xəritədirsə, xəritə müstəvi səth üzərində təsvirdir. Qlobus isə yerin kiçildilmiş modelidir. Baxın, müstəvi üzərində təsvirdir. Dərəcə toruna malikdir. Bu, hər ikisinin ortaq özəlliyidir. Deməli, buradan 2 və 3 artıq bizim cavabdır. Burada isə nə deyir? Baxaq görək. Yerin əyriliyi nəzərə alınır. Xeyr, yerin əyriliyi qlobusda nəzərə alınır. Yer kürəsi eyni anda görmək mümkündür. Bəli, xəritədə mümkündür. Nə oldu cavabımız? 2, 3, buradan da 6-nı götürdük. 140-cı suala baxaq. Görək bizdən nə soruşur? Planın xəritədən fərqli əlamətləri. Planın xəritədən fərqli əlamətlərini soruşur. Yerin əyriliyi nəzərə alınmır. Bəli, planda yerin əyriliyi nəzərə alınmır. Dərəcə toru verilir. Planda dərəcə toru verilmir. Miqyası 1/1000-dən 10.000-dən böyük olur. Bəli, plan 1/1000-dən 10.000-dən böyükdür. Relyefin təsvirində laylay rəngləmə üsulundan istifadə edilir. Xeyr, bu hər ikisinin də var. Generalizasiya daha çox olur. Baxın, plan daha kiçik əraziləri təsvir etdiyimizə görə generalizasiya çox yox, az olar. Planda generalizasiya az olur. Çünki balaca ərazilər təsvir edirik. Təhriflər demək olar ki, olmur. Bəli, təhrif demək olar ki, olmaz. 1, 3 və 6. 140-cı sualımızın düzgün cavablarıdır. 141-ci suala nəzər yetirək. Dünyanın 1/80 milyon miqyaslı torpaq xəritəsinin Azərbaycanın 1/2 milyon 500 min miqyaslı relyef xəritəsi ilə oxşar xüsusiyyətlərini soruşur. Torpaq xəritəsini deyir burada və 80 milyon deyir. Burada 2 milyon 500 min deyir və relyef xəritəsini deyir. Baxın, torpaq da bir komponentdir, relyef də bir komponentdir. Bunlar deməli hər ikisi tematik xəritədir. Yalnız bir hissədən bəhs edir. 1 milyon, hər ikisi baxın 80 milyon, 2 milyon 500 min. Bunlar hər ikisi necə xəritələr olacaq? Kiçik miqyaslı xəritələr olacaq. İndi baxaq variantlara. Kiçik əraziləri əhatə edirlər. Xeyr. Bu tamamilə yanlışdır. Baxın, dünyanın deyir. Olmaz. Tematik xəritələrdir. Bəli, tematikdir. Antropogen komplekslər təsvir edilmişdir. Torpaq və relyef nə vaxtdan antropogen olub? Antropogen insan əli olan, insan yaratdığıdır. Kiçik miqyaslı xəritələrdir. Bəli, əsasən bir komponent təsvir edilmişdir. Bəli, ümcoğraf xəritələrdir. Xeyr, ümcoğraf xəritələrdə bütün komponentlər təsvir edilir. 2, 4 və 5. 2, 4 və 5. 141-ci sualımızın düzgün cavabı olar. Daha sonra 142-ci sualımıza baxaq. X və Y məntəqələri düzdür. Burada tam yaxşı düşməyib. Bax, buradadır. Bir dəqiqə bunun rəngini dəyişə bilsək daha yaxşı olar. Aha. Demək, baxın, biri buradadır, biri də buradadır. Buradan bir meridian keçir. Baxın, X buradadır, Y da buradadır.
eyni meridian üzərindədir. Baxın, bunlar bir dənə meridian üzərindədirlər. Deyir ki, aid olan, hər ikisinə aid olan xüsusiyyət istəyir bizdən. Eyni coğrafi uzunluqda yerləşirlər. Bəli, bunu götürürük. Niyə? Çünki meridian üzərindədirsə bunların uzunluqları eynidir. Tutalım ki, 40 dərəcə, 50 dərəcə şərq uzunluğu məsəl üçün. Uzunluqları eynidir. Meridian üzərindədirsə eynidir. Şimal qütbündən məsafələr eynidir. Xeyr, baxın, şimal qütbü buradadır. X nöqtəsi burada, Y də burada. Şimal qütbündən biri var bura qədər gələsən, bir də var bura qədər gələsən. Məsafə eynidirmi? Xeyr, eyni deyil. Şərq yarımkürəsində yerləşirlər, bəli. Baxın, Greenwich meridianı buradan keçir. Greenwich meridianı. Greenwich meridianın sağ tərəfi şərq yarımkürəsidir. Ona görə 3-ü düzgün cavab kimi qəbul edirik. Daha sonra 4-ə baxaq. Qərb yarımkürəsində yerləşirlər. Əsla dedik axı şərq yarımkürəsi X məntəqəsi, Y məntəqəsi nəzərən şimalda və 0 azimutda yerləşir. Şimalda və baxın X məntəqəsi burada, Y də burada. Həqiqətən Y-dən durub X-ə baxanda şimala baxırıq. Azimutda 0, 5 doğru. Y məntəqəsi X-ə nəzərən şimalda və 0. Bu artıq ümumiyyətlə ödəmir. Çünki şimalda yerləşsə bu 0,360 ola bilər. Amma burada 180 şimalda və cənubun azimutunu verməyə avtomatik variantı səhv çıxardır burada. 142-ci sualımızın düzgün cavabı 1, 3 və 1, 3 və 5 olar. 1, 3 və 5. 143-cü suala baxaq, görək nə istəyir. A və B-ni soruşur bu səfər. Baxın, A məntəqəsi buradadır. A məntəqəsi bu paralel üzərindədir. B məntəqəsi isə buradadır. Bu paralel üzərində biraz yuxarıdan çəkdik burada. Bu paralel üzərində. B də buradadır. Bunlar artıq paralellər olaraq fərqlidirlər. Baxın. Təxminən belə deyək ki, biri burada yerləşir, digəri isə bu paraleldə yerləşir. Eyni coğrafi uzunluqda yerləşirlər. Xeyr, eyni coğrafi uzunluqda yerləşmirlər. Baxın, biri buradakı uzunluqda, biri burada. Olmaz. 1. Yanlışdır. 2. Şimal qütbündən məsafələri eynidir. Şimal qütbündən məsafələri eynidir. Baxaq, görək şimal qütbündən məsafələri eynidirmi? Bəli, şimal qütbündən bu iki nöqtənin məsafəsi bizə dəqiqə. Burada mən nöqtələri ola bilsin ki, yerlərini baxın. B nöqtəsi buradadır, A da buradadır. Hər ikisi eyni bir paralel üzərindədir. Demək, baxın, indi orada təzə bir belə bir şey çəkək. Bax, hər ikisi bir paralelin üzərindədir. Bax, buradadır. Biri buradadır, biri buradadır. Biri buradadır, biri buradadır. Şimal qütbündən məsafəsi eynidir. Bəli, eynidir. Çünki paralel eynidirsə, baxın, buradan bura qədər gəlsək, hər ikisinə eyni məsafədə olmuş olarıq. Biri şərq, digəri qərb yarımkürəsində yerləşir. Baxın, Greenwich meridianı buradan keçir. Bəli, A məntəqəsi qərb, B isə şərqdə yerləşir. 2 və 3 bizim testimizin düzgün cavabıdır. 4-ə baxaq. A nöqtəsi B nöqtənin nisbətən şərqdə yox, qərbdə yerləşir. 0 dərəcəli meridiandan məsafələr eynidir. Xeyr. Eyni paralel üzərində yerləşirlər. Bəli, eyni paralel üzərində yerləşirlər. 143-cü sualda bizim düzgün cavabımız 2, 3 və 6. 2, 3 və 6 olar. Davam eləyək, davam eləyək. 144-cü sualdan davam eləyək. Baxaq, 144-cü sualda bizdən tematik xəritələrə aid olan əlamətləri istəyir. Baxaq, görək tematik xəritələrə nələr aiddir. Bir mövzu təsvir edilir, bəli. Tematik xəritələrdə əsasən bir mövzuya üstünlük verilir. Tutalım ki, ümumiyyətlə xəritələr kompleks, ümumi coğrafi və tematik olur. Ümumi coğrafiyada bütün komponentlər təsvir edilir. Kompleks xəritədə bir-biri ilə əlaqəli olan bir neçə komponent, tematikdə isə yalnız bir. Məsələn, torpaq xəritəsi yalnız torpaqdan bəhs edir, bir komponent. Komponent daha ətraflı təsvir olunur. Bəli, bir komponent olduğu üçün nisbətən daha ətraflı göstərmək olur. Ölkələrin sənaye sahələri təsvir olunur. Xeyr. Topoqrafik xəritələr bu qrupa aiddir. Xeyr. İqlim qurşaqları xəritələri bu qrupa daxildir. Bəli, iqlim qurşaqları da bura daxildir. 1, 2 və 5. Doğru cavab. 145-ci suala baxaq. Xəritənin
miqyası böyüdükcə, baxın, miqyasın böyüməyi tutalım ki, 1 bölünsün 5000, 1 bölünsün 3000. Deməli, 50.000 daha doğrusu 1 bölünsün 30.000. Burada hansı miqyas, baxın, daha böyükdür desə, daha böyükdür. Baxın, bu miqyas daha böyükdür. Miqyasın böyük olmağı və yaxud da ki, onun sıfırlarının və yaxud da rəqəminin sayının azalmasıdır, kiçilməsidir. Burada rəqəmlər az olsun. Böyümə budur. Və miqyas böyüdükcə biz daha kiçik əraziləri təsvir edirik, səhvlərimiz az olur və s. Baxaq, meridianlar arasında dərəcə fərqi azalır. Bunun nə aidiyyatı var? Heç bir aidiyyatı yoxdur. Daha sonra obyektlərin təsvir dəqiqliyi artır. Baxın, bəli, təsvir dəqiqliyi artır. Böyük əraziləri təsvir edirik. Generalizasiya azalır. Bəli, biz ümumiləşdirmələr azaldırıq. Daha kiçik ərazilər təsvir olunur. Bəli. Paralellər arasında dərəcə fərqi artır. Bu xeyir. Miqyasın kəmiyyəti böyüməz. Miqyasın kəmiyyəti keçilər. Kəmiyyət yəni o rəqəmdir. Yerdə qalan rəqəm. Məsələn, 1 bölünsün 60. İndi burada 60-ı sillə. Bu yerdə qalan 60 kəmiyyətdir artıq. Bu da kiçilər. Ona görə 6 olmaz. Burada 2, 3, 4, 2, 3 və 4 doğru cavab olar. 146-cı suala nəzər yetirək. Coğrafi koordinatları 40 cənub və 130 dərəcə qərb uzunluğu olan məntəqə ilə Bakı şəhəri arasında ümumi əlamətləri müəyyən edin. Edək. Birinci növbədə Bakı şəhərinin koordinatlarını çəkək. Bakı şəhəri 50 dərəcə şərq uzunluğu, 40 dərəcəlik şimal enliyində yerləşir. Bakı buradadır. Bura Bakı. Bizə koordinatlar verib, deyir 40 dərəcə cənub enliyi. Mən bura bir ekvator xəttini çəkirəm. Daha sonra 40 dərəcəlik cənub enliyini çəkirəm. Ekvatordan cənubda yerləşir. Və 130 qərb uzunluğu. Burada bir Greenwich. Greenwich'in sol tərəfinə isə 130 dərəcəlik qərb uzunluğu. Baxın, növbəti bu da buradadır. Məntəqəmiz isə buradadır. Bakı burada, məntəqə burada. Baxaq, görək nə deyir. 180 dərəcəlik meridiandan məsafələri eynidir. Xeyr, 180 dərəcəlik meridiandan 130 qərb uzunluğuna 50 dərəcə var. 50 şərq uzunluğuna 130 dərəcə var. Eyni deyil. Yerləşdikləri paralellərin 1 dərəcəlik qövsünün uzunluğu bərabərdir. Baxın, bu bizim doğru cavabımızdır. Niyə? Çünki bu da 40 dərəcədədir. Bu da fərqi yoxdur şimal, fərqi yoxdur cənub. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Bunun şimal və ya cənub söhbətinin heç bir fərqi yoxdur. Qivniya körfəzindən eyni azimutdadır. Xeyr. Qivniya körfəzi Greenwich və ekvatorun kəsişdiyi nöqtədir. Xeyr. Eyni ərazidə deyil. Daha sonra coğrafi qütblərdən məsafə eynidir. Bəli, hər ikisi 40 şimal enliyindədir. Qütblərimiz isə 90 dərəcədədir. Biz 90 dərəcədən 40 şimala və 90 dərəcədən 40 cənuba gələndə eyni yol gəlmiş olarıq. 4. Ekvatordan dərəcə fərqi eynidir. Bu da doğru cavabdır. Çünki 40 şimal enliyi ekvatorda sıfırdadır. Qütb ulduzu Polaris müşahidə edilir. Yadınızda saxlayın ki, cənub yarımkürəsində qütb ulduzunu görə bilmərik. Qütb ulduzu yalnız və yalnız şimal yarımkürəsində görünür və neçə dərəcədə dayanırıqsa elə o dərəcədə də görürük. Bu testimizin düzgün cavabı 2, 4 və 5 oldu. 2, 4 və 5 doğru cavab oldu. Davam edək. 147-ci sualdan başlayaq davam etməyə. Görək nə deyir 147-ci sualda. Baxaq. Sxemdə verilən A məntəqəsinin burada yerləşdiyi paralelin 30 dərəcəlik paraleldə yerləşir. B nöqtəsinin yerləşdiyi paralelin fərqli xüsusiyyətlərini. Bu isə 50 dərəcəlik paraleldə yerləşir. Baxaq bunların fərqli xüsusiyyətinə. 3 yarımkürədə yerləşirlər. Hər ikisi 3 yarımkürədə yerləşir. Niyə 3 yarımkürə? Baxın, buradan bir Greenwich çəksək. Qərb, şərq və şimal. Qərb, şərq və cənub. Hər ikisi 3 yarımkürədə yerləşir. Bütün fəsilləri aydın müşahidə olunur. Aydın müşahidə olunur. Xeyr, bu hər ikisində aydın müşahidə olunur. Bu fərqli xüsusiyyəti deyil. Bizdən nəyi soruşur? Fərqli xüsusiyyəti soruşur. Daha çox sayda materik kəsib keçir. Bəli. Baxın, buradan daha çox materik kəsib keçir. Xəritədə də bunu açıq-aşkar görmək olar.
Qütb ulduzu müşahidə edilir. Bəli, bayaq dedik, şimal yarımkürəsində qütb ulduzunu görürük. Cənubda isə görmürük. Ən böyük okeanı kəsib keçir. Hər ikisi Sakit okeanı kəsib keçirlər. 1 dərəcə qövsün uzunluğu daha böyükdür. Bəli, daha böyükdür. Çünki 30 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu daha uzundur. Nəinki 50 dərəcədə. Qütbə daha yaxındır deyə 50 dərəcəlikdə 1 dərəcəlik paralelin qövsünün uzunluğu 30 dərəcəyə nisbətən daha kiçikdir. 147-ci sualın doğru cavabı 3, 4, 6. 3, 4, 6 olar. Daha sonra 148-ci suala baxaq. Coğrafi ifadələrdən düzgün olanları müəyyən edin. Düzgün, yəni doğru variantları soruşur bizdən. Xəritənin miqyası böyüdükcə ümumiləşdirmə artır. Xəritənin miqyası böyüdükcə ümumiləşdirmə artmaz. Xəritənin miqyası böyüdükcə ümumiləşdirmə azalar. Çünki daha kiçik əraziləri təsvir edərik biz. Kiçik miqyaslı qlobusda yer kürəsi kiçik təsvir olunur. Bəli, miqyas kiçildikcə biz daha çox kiçildirik onu. Bu doğrudur. Sonra 3. Horizontalların sıxlığı yamacın meyllik dərəcəsini göstərir. Bəli, biz dedik ki, horizontallar bir-birinə daha yaxın çəkilsə, orada yamac daha dikdir. Bir-birinə nisbətən uzaq çəkiləndə isə yamacın meylliliyi azdır. Ümumcoğrafi xəritələrdə əhalinin sıxlığını müəyyən etmək olar. Xeyr, bu mümkün deyil. Bütün kartoqrafik təsvir vasitələrində üfüqün cəhətlərini müəyyən etmək olur. Bəli, olur. Qlobusda, xəritədə bunu meridian və paralelə görə, planda isə şimal tərəfində belə bir xətt çəkilir, belə bir yuxarı yazılır şimal, aşağı yazılır cənub. Buna əsasən təyin edə bilirik. 148 altını da oxuyaq. Tematik xəritələrdə ancaq yer səthindən görünən obyektlər təsvir edilir. Xeyr, bu da yanlışdır. Yalnız yer səthindən görünən obyektlər deyilən bir şey yoxdur. 2, 3, 5, 2, 3, 5 doğru cavab hesab olunar. Daha sonra baxaq. 148-dən 149-dan başlayaq. Biz davam eləyək, görək. 149-cu sualda bizdən nə istəyir? 149-cu suala nəzər yetiririk. Konus proyeksiyalarına aid olan konus proyeksiyası necə idi? Konus proyeksiyası şimal qütbə yaxın ərazilər təsvir olunurdu. Baxın, konus proyeksiyası bu idi. Qütbə yaxın ərazilər 47-62 şimal enliklərində toxunurdu. Qütbə yaxın ərazilərin təhrifi az olurdu. Eyni zamanda meridianlar bir nöqtədən çıxan düz xətt, paralellər isə qövsvari formada olurdu. Baxaq. Ekvatorda təhriflər sıfıra bərabər olur. Xeyr, bu silindrik proyeksiyanın xüsusiyyətidir. Meridian və paralellər bir-birlə düzbucaq altında kəsir. Bu da silindrik proyeksiyanın xüsusiyyətidir. Paralellər qövsvari formada, meridianlar isə bir nöqtədən çıxan xətlər kimi. Bəli, tam doğru. Toxunma paraleli boyunca təhriflər olunur. Bəli. Ekvatora yaxın ərazilərin xəritəsinin tərtibi üçün daha məqsədə uyğundur. Xeyr. Ekvatora yaxın ərazilərdə məqsədə uyğundur silindrik proyeksiya. Bu qütbətraf ərazilər üçündür. Qütbətraf ərazilərin xəritəsinin tərtib edilməsinə məqsədə uyğundur. Bəli. Demək, doğru cavab 3, 4 və 6 olar. 150-ci suala nəzər yetirək. Bizdən nəyi soruşur? Silindrik proyeksiyanın xüsusiyyətlərini soruşur. Qütbətraf ərazilər dedik ki, bu konus proyeksiyasıdır. Konus. Meridian və paralellər düz bucaq altında kəsişir. Bəli, doğrudur. Ekvator bu ərazilərin təhrif olunur. Bəli, bu da doğru. Ekvator bu ərazilər təhrif olunur. Daha sonra 4 oxuyaq. Meridian və paralellər qövsvari formada. Xeyr, meridian və paralellər bir-biri ilə düz bucaq altında. Baxın, buradakı kimi. Ekvatordan qütblərə doğru təhriflər artır. Bəli, ekvatorda təhrif olmur, qütbə doğru çoxalır. İstənilən paralel boyu təhrif sıfıra bərabər olur. Xeyr, belə bir şey yoxdur və mümkün də deyil. 150-ci sualımızın doğru cavabı 2, 3 və 5, 2, 3 və 5, 2, 3 və 5 olar. Sonra 2, 3 və 5 yaza bilmədik. 151-ci sualdan davam edək. Bizdən nə soruşur? A və B məntəqələri ekvator və Greenwich meridianının kəsişdiyi nöqtədən eyni məsafədə yerləşir. Biz bura
ekvator və Greenwich'in kəsişdiyi bir yer qeyd edilib. Bu ekvator, bu da Greenwich. 0 dərəcə, 0 dərəcə. Deyir kəsişdiyi nöqtədən, baxın, buradan eyni məsafədə yerləşirlər. Məsafələr eynidir. Lakin A məntəqəsi bu məntəqədə, yəni baxın, buradan 45 dərəcə lazımdır. 45 dərəcə üfüqün şimal-şərqidir. Burada deyək ki, A. B məntəqəsi isə 135 dərəcə. O da üfüqün cənub-şərqidir. B də burada yerləşir. Bizə deyir ki, bu məntəqələrə aid olan ümumi əlamətləri müəyyən edin. Bax, burada eyni məsafədə sözünə görə biz testi həll eləməyə çalışacağıq. Bu təsviri qurduqdan sonra təbii ki, Bakı şəhərindən eyni məsafədə yerləşirlər. Bunu biz deyə bilmərik. Xeyr, eyni yerləşə bilməz. Çünki biri şimalda, biri cənubda oldu. Mümkün deyil. Bakı şimal yarımkürəsindədir. Yerli və qurşaq vaxtları eynidir. Yerli və qurşaq vaxtları eynidir. Baxaq, yerli və qurşaq vaxtları eynidir. Bəli, yerli və qurşaq vaxtları eynidir. Daha sonra yaz gecə gündüz bəraları. Baxın, yaz gecə gündüz günəş şüaları günorta vaxtı eyni düşür. Həqiqətən də ekvatorun üzərində zenitdə olduğuna görə bura və bura günəş şüaları eyni düşər. 3. Eyni paralel çevrəsi üzərində yerləşirlər. Bunu bilmirik. Biri şimalda, biri cənubdadır. Eyni paralel deyil, fərqli paralellərdir. Qış gün dönümü günündə günəş şüalarının günorta vaxtı eyni buza. Xeyr, qış gün dönümündə günəş cənub tropikində olur deyə B-yə daha çox düşər, A-ya az düşər. Eyni olmaz. Eyni meridian üzərindədir. Bəli, baxın, buradan eyni meridian keçir. Ona görə 6-nı götürərəm. Və doğru cavab 2, 3, 6. 2, 3, 6 olar. Sonra 152 və 153-cü test tapşırıqlarına nəzər yetirək. 152-ci suala baxaq. A məntəqəsi 30 dərəcəlik şərq uzunluğunda yerləşir. Bu məntəqənin yerləşdiyi enliklə şimal tropik arasında ən qısa məsafə 4773 kilometrdir. Cənub yarımkürəsində yerləşən A məntəqəsi üçün doğru olan xüsusiyyətləri müəyyən edin. A məntəqəsini biz qeyd edək 30 dərəcəlik bir şərq uzunluğunda. Bu məntəqənin yerləşdiyi enliklə şimal tropik arasında ən qısa məsafə 4773 kilometrdir. Gəlin biz kilometri çevirək dərəcəyə. Meridian üzrə hərəkət ediriksə biz bunu 111-ə bölərək bu əməli yerinə yetirə bilərik. Bu zaman edər 43 dərəcə. Demək, biz bilirik ki, artıq A nöqtəsindən deməli cənub tropikinin, daha doğrusu bu məntəqə edir şimal tropikindən 4773 və cənubda yerləşir. Biz deməli şimal tropikində dayanıb, yəni 23,5 şimal enliyində dayanıb cənuba doğru hərəkət edəcəyik 43 dərəcə. Və gəlin görək hara çatırıq. Artıq biz ekvatora qədər 23,5 dərəcə gəlmiş oluruq və yerdə qalır bizim 19,5 dərəcə. Artıq biz 19,5 dərəcə cənub enliyindəyik. Baxın buradayıq. Bizə deyir ki, A məntəqəsi üçün doğru olan xüsusiyyətlər. Bizim artıq koordinatımız oldu hara? Biz bildik ki 30 dərəcəlik şərq uzunluğu, 19,5 dərəcə cənub enliyi. Baxın koordinatımız bu oldu bizim. Biz paralellərdən, yəni şimal tropik xəttindən 43 dərəcə cənuba gəldik. Bizə cənub yarımkürəsində yerləşdiyini deyirdi. 152-ci sualın variantlarını oxuyaq, görək nə istəyir. Deyir ki, dünyanın ən isti materikində şərq istiqamətində axan çay hövzəsində uyğun gəlir. Dünyanın ən isti materiki Afrika materikidir və bu koordinatlara biz xəritədə nəzər yetirsək görərik ki, Zambezi çayı üzərinə doğrudur. Uyğun gəlir və ona görə bir doğru cavabdır. 22 dekabr tarixində günəş zenit vəziyyətində müşahidə olunmur. Baxın, bəli, müşahidə olunmur. Çünki 22 dekabr tarixində günəş 22,5 cənubda olur. Amma bizim məntəqəmiz 19,5-dir. Coğrafi koordinatları 23,5 şimal və 30 şərq uzunluğudur. Xeyr. London şəhəri ilə yerli vaxt fərqi 2 saatdır. Gəlin bunu hesablayaq. Baxın, 30 şərq uzunluğunda yerləşən bir məntəqə, London isə 0 dərəcədə yerləşir. Aralarında dərəcə fərqi 30. Və biz yerli vaxt fərqini tapmaq üçün dərəcə fərqini 15-ə bölürük. Düşür 2. Bəli, bunlar arasında 2 saat vaxt fərqi var.
Qütb ulduzu Polaris müşahidə edilir. Bayaq dedik ki, cənub yarımkürəsində qütb ulduzu müşahidə edilmir. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi, şimal mülayimin cənub sərhəddi. 23.5 şimal tropik xəttidir. Amma biz gəlib onu 9.5 cənuba çıxmışıq. Buna artıq 152-ci sualda doğru cavab 1, 2 və 4-dür. 1, 2 və 4. 153-cü suala nəzər yetiririk. İki şəhər arasında məsafə 1 bölünsün 50 milyon miqyaslı qlobusda 7.5 cm-dir. Yer üzərindəki məsafə. Yəni biz həqiqi məsafəni hesablayacağıq. Xəritədəki məsafə vurulsun miqyas. Verilənlərimizi yerinə yazaq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə 7,5. Miqyasımızı çevrə izahlı miqyasa 1, 2, 3, 4, 5. Yerdə qalır 500. Vurulsun 500 bərabərdir. Deməli, biz 7.5-i vururuq 500-ə eləyir 3750 kilometr və salam. Doğru cavab 3750 kilometrdir. Daha sonra baxaq 154-cü suala nəzər yetirək. A və D. Baxın, A və D buradadır. Amma bizə necə deyir? A-dan B-yə, B-dən C-yə, C-dən isə D-yə doğru. Bu şəkildə hərəkət edib biz AD-nin ümumi məsafəsini hesablamalıyıq. Hesablayaq. İlk növbədə bizə burada həm baxın mötərizənin içərisində 1 dərəcəlik həm meridian, həm də ekvator qövsünün uzunluğu nə qədər verib? 111 kilometr verib. Baxaq, 111 kilometr veribsə hesablayaq. Mən A nöqtəsindən B nöqtəsinə hərəkət eləsəm, A nöqtəsi 40 dərəcədə, B isə ekvatorda yerləşir. 40 dərəcəlik yol gəlmiş olaram. Bu bir. Daha sonra B nöqtəsindən C nöqtəsinə getsəm, B nöqtəsi 20 dərəcə qərb uzunluğu, C nöqtəsi 60 dərəcə şərq uzunluğu. 20, 60, 80 dərəcə fərq və daha sonra C nöqtəsi 0-da, D nöqtəsi isə 20 dərəcədə yerləşir. Bunlar arasında isə 20 dərəcə. Ümumilikdə mən A, B, C, D istiqamətində 140 dərəcə yol getmiş olaram. Mənə də burada 1 dərəcəlik qövsün uzunluğunu verib ki 111 kilometrdir. Bəs onda 140 dərəcəlik qövs neçə kilometrdir? Vuraram 111-ə təbii ki. 140-ı 111-ə vuranda elə 15540 kilometr. Oldu mu? 155-ci sualda eyni 154-cü sualdır. Bunu özünüz həll edin. Eyni. Baxın A-dan B-yə doğru gəlin. B-dən C-yə, buradan da bura. Sonda toplayın bunları. Çünki eynidir. 111 kilometr verib. Vurun 111-ə. %56-cı sualdan davam edirik. Miqyası 1 bölünsün 50 milyon olan qlobusda 40 şimal enliyi ilə şimal qütb arasında ən qısa məsafəni hesablayın. Baxın, 40 şimal, elə burada baxın, bu xəritədə göstərək onu. 40 şimal enliyi ilə şimal qütbü. 40 şimal enliyi, bu da şimal qütbü. Şimal qütbü ümumiyyətlə 90 dərəcədə yerləşir. 90 şimal enliyində, 40 dərəcədə şimal enliyi. Bunlar arasında fərq 50 dərəcədir. İkisi də şimalda olduğuna görə çıxdıq. Deməli 50 dərəcə fərq var bunların arasında. Bu 50 dərəcəlik fərq meridian üzrə hərəkət etdiyimiz üçün vuraram 111-ə edər 5550 kilometr. Bu oldu mənim həqiqi məsafəm. Burada da mənə miqyas verir. Miqyası izahlı miqyasa çevirək. 1, 2, 3, 4, 5, 0 silək. 500. 5550 bölünsün 500 bərabərdir 11 tam, daha doğrusu 100 demək 5550 bölünsün 11 tam onda 1. 11 tam onda 1 olar. Yəni ki 11 santimetr olar. 157-ci suala nəzər yetirək. İki şəhər arasındakı məsafənin böyük miqyaslı qlobusda 7.5 cm olduğunu nəzərə alaraq həmin məsafənin yer üzərində neçə kilometr olduğunu hesablayaq. Ümumiyyətlə qlobuslar 3 miqyasda olur. Böyük, orta və kiçik. 30 milyon böyük, 50 milyon orta, 83 milyon isə kiçik miqyaslı qlobus olur. Bizdə burada böyük miqyaslı qlobus dediyinə görə 1 bölünsün 30 milyon götürürük.
Çünki böyük miqyaslı qlobus deyib, orta miqyaslı qlobus desəydi 50 milyon götürərdi, kiçik miqyaslı qlobus desəydi 83 milyon götürərdi. Baxın, bir də burada mənə xəritədəki məsafəni verib. Mən nəyi tapmalıyam? Həqiqi məsafəni. O zaman xəritədəki məsafəni vuraram miqyasa. Miqyasını da 1, 2, 3, 4, 5 sıfırını silərəm, qalar 300. Yəni 7,5 vurulsun 300, bu da edər 2250 kilometr. 158-ci suala nəzər yetirək. Ekvator üzərində 5 dərəcə fərq olan məntəqələr arasındakı məsafə xəritədə 22,2 santimetrdir. Ərazisi 1562,5 kilometr olan meşənin həmin xəritədəki sahəni santimetr ilə müəyyən edin. İlk növbədə mən məsələni 2 hissəyə böləcəm. Bura qədər oxuyub bunları həll edəcəm. Baxın, burada mənim xəritə üzərində məsafəm var və burada bir dərəcəm var. Birinci növbədə mən bu koordinatdan istifadə edib həqiqi bir məsafə hesablamalıyam və ekvator üzərindəki 1 dərəcəlik qövs 111 kilometrdirsə, 5 dərəcəlik qövs də 555 kilometrdir. Bu oldu mənim həqiqi məsafəm. Bu xəritədəki məsafə. Miqyası tapmaq üçün mən miqyas bərabərdir. Həqiqi məsafə 555 bölünsün xəritədəki məsafə 22,2, o da bərabərdir 25. Mənim miqyasım oldu 25. Sonra nə edirəm mən? Burada da bir dənə mənə həqiqi sahə verib. Artıq keçirəm sahə düsturuna və sahə düsturundan istifadə edib mən xəritədəki sahəni tapmalıyam. Baxın, xəritədəki sahəni tapmaq üçün nə edirəm? Həqiqi sahəni bölürəm miqyasın kvadratına. Bax, bu kvadrat yadından çıxartmayın. Yəni 1562,5-i bölürəm 25-in kvadratına. Yəni 625-ə, bu da düşür 2,5. 159-cu suala baxaq. Görək 159-cu sualda nə istəyir bizdən? Coğrafi koordinatları 40 şimal və 130 dərəcə qərb uzunluğu olan. Onu bir qədər yerə açaq, oradan yazaq. Coğrafi koordinatları 40 şimal və 130 dərəcə qərb uzunluğu olan A məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafəni hesablayın. Baxın, biz bunu belə bir şey eləyək. Baxın, burada Bakı şəhəri ilə Bakı şəhərin koordinatlarını yazaq. Bakı şəhəri 40 şimal enliyi, 40 dərəcə şimal enliyi və 50 dərəcəlik şərq uzunluğunda yerləşir. Bizə verilən məntəqə 40 şimal enliyi neçə dərəcə? 130 dərəcəlik qərb uzunluğunda yerləşir. Artıq mən bu məsələnin şərtindən və gedişindən tuturam ki, burada biz paralel üzrə hərəkət eləsək çox uzun yol getmiş olarıq. Məsafəmizin biri 130 qərb, biri isə 50 şərqdir. Bunlar fərqli yarımküre olduğuna görə toplasaq 180 dərəcə fərq edir. Ona görə də mən burada qütb aşmaqla hərəkət eləyəcəm. Yəni, baxın, 130 qərblə 50 şərqin ümumi cəmi 180 dərəcə verirsə bizə, mən 40 dərəcəlik şimal, 130 dərəcəlik qərb uzunluğundan qütbə qədər qalxıram. Yəni 90 dərəcə şimal enliyinə qədər qalxıram. Ümumi getmiş olam 50 dərəcə yol. Təzədən buradakı qütbdən bunun əks meridianına düşürəm. 130 dərəcəlik qərb uzunluğunun əks meridianı 50 şərqdir. 90-dan 40-a qədər yenə 50 dərəcə yol gəlirəm. Ümumilikdə 180 dərəcə, daha doğrusu 100 dərəcə yol gəlmiş oluram. Baxın, buradan 130 qərb uzunluğu və 40 şimal enliyindən qütbə qədər məsafəmiz 50 dərəcədir. 130 dərəcəlik qərb uzunluğunun əks yarımkürədəki meridianı davamı 50 şərq uzunluğudur. Ona görə mən qütb aşaraq davam edə bilirəm. Və yenidən 40 şimal enliyinə gəldiyimə görə 50 dərəcədə burada yol gəlmiş oluram. İkisi eləyir 100 dərəcə. Və bu 100 dərəcəni də vuraram. Bizdən kilometr soruşuraq. 111-ə 111.100 kilometr məsafəmiz olar. Daha sonra keçək 160-cı suala. 1 bölünsün 500.000 miqyaslı xəritədə meşənin sahəsi 6 cm, 6 cm-dir. Onun 25%-i quruyarsa neçə kvadrat kilometr meşə sahəsi qalar? Baxaq. Birinci növbədə mən burada istifadə eləyib həqiqi sahəni tapmalıyam ki, görək nə qədərdir? 1, 2, 3, 4, 5. Həqiqi sahə bərabərdir
xəritədəki sahə vurulsun miqyasın kvadratı. 6 vurulsun 25 bərabərdir. Çünki 5-in kvadratı 25 eləyir axı. O da edər 150. Demək, mənim ümumi sahəm nə qədərdir? 150-dir. Baxın, 150-dir. Bunun 25% qurusa, 150 100%-dir, hamısıdır. 25% qurusa, yerdə neçə faizi qalar? 75% qalar. Bu nə qədər olar? X. Buradan tənasüblə x-i tapsaq eləyər 112,5. Deməli, x bərabərdir 112,5. Və yaxud da nə etmək olar buna? Yenə 150-yə uyğun eləyərik 100, x-ə uyğun eləyərik 25. Amma burada aldığımız cavabı sonda 150-dən çıxarıq. Və yaxud da əvvəldən biz öz işimizi gördük. O daha rahatdır. Sonra davam eləyirik. 161-ci suala baxaq. Görək burada bizdən nə istəyir. 161-ci sualda 180 dərəcəlik meridian üzərində olan A nöqtəsinin burada yaxşı düşməyib. 37-dir, amma səhv eləmirəmsə bu. 37 dərəcə. Deməli, baxın. 180 dərəcə meridian üzərində olan A nöqtəsinin 37 dərəcədə B nöqtəsi 37 dərəcə cənub enliyidir. Baxın, cənub enliyi. B məntəqəsi isə 43 şimal enliyində yerləşir. Baş miqyas 1 santimetrdə 200 kilometr olan xəritədə olan bu məntəqələr arasında məsafə 45 santimetr olarsa təhrifi kilometrlə müəyyən edin. Edək. Biz ilk növbədə əgər bizdən təhrif soruşursa, yadımızda saxlayaq ki, biz burada iki cavab almalıyıq ki, bu cavabları bir-birindən çıxa bilək. Ki, təhrifi tapaq. Biz birinci burada bir dəfə koordinat üzrə hesablayacağıq. Koordinat üzrə. Bir dəfə də miqyasa əsasən. Və aldığımız cavabları bir-birindən çıxacağıq. Demək, koordinat üzrə məntəqəmizin biri 37 dərəcə cənubdur, biri 43 dərəcə şimal. Fərqli yarımkürədir. Topladım elədi 80 dərəcə. Və mən meridian üzrə hərəkət elədiyimə görə 80-i vurdum 111-ə etdi 8880 kilometr. Bu mənim koordinat üzrə məsafəm. Miqyas üzrə isə bildiyimiz kimi həqiqi məsafəni tapmaq üçün miqyası xəritədəki məsafəyə vuraram. 200 vurulsun 45 bərabərdir 9000 kilometr. Mən 9000 çıxılsın 8880 yazıram. 8880. O da edər 120 kilometr. Burada cavab 120 kilometr. Mənim təhrifim nə qədər oldu? 120 kilometr oldu. Bu hissəni bir qədər silək. Buradan özümüzə yer açaq, davam eləyək. Bu məsələni də həll eləyək. Deməli, deyir ki, sxemdə verilən əkinə yararlı torpaq sahəsi 1.6 kvadrat kilometr genişləndirilərsə, ərazi neçə faiz artar? Baxaq. İlk növbədə mən baxıram burada. Baxın, mənə burada əkin sahəsinin xəritədəki sahəsini verib və miqyas verib. Mən bunlardan istifadə edib bu əkin sahəsinin həqiqi sahəsini tapa bilərəm. Bir də həqiqi sahə bərabərdir nəyə? Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Miqyası da burada 1, 2, 3, 4, 0.8 qalır. 0.8-in kvadratı vurulsun 10. Bu da edər 0.8-in kvadratı eləyir. Deməli 0 %64. O da 6 tam 10'a vuranda edir 6,4. Və mən bu 6,4'ü nə qədər artırıram? 1,6 artırıram. Artıranda edir 8. Mənim əvvəlki sahəm həmişə 100% olur. Baxın, 6,4'e yazıram 100%. Artırılan rəqəmə 8'e də yazıram x. Buradan x bərabərdir edir 125. Mənim əvvəlki sahəm 100% idi. İndi olub 125. Ümumi neçə faiz artıb? 25% artıb. Daha sonra 163-cü suala baxaq. Paytaxt şəhərlərinin şimal coğrafi qütbündə məsafələrinin artması. Yəni, şimal qütbünə yaxından uzağa doğru gedəcəyik. Burada şimal qütbünə ən yaxın məsafədə yerləşən şəhər Berlin, sonra Madrid 40 şimal enliyi, daha sonra Meksiko
En sonda isə Jakarta olar. 164-cü suala yeni dünya və köhnə dünya, yəni yeni dünya deyəndə Amerika, köhnə dünya deyəndə Avropa, Asiya, Afrika. Bunlara aid olanları seçəcəyik. Yeni dünyada Appalaç dağlarıdır. Mesopotamiya ovalığıdır. Mesopotamiya ovalığıdır. Daha doğrusu Mesopotamiya ovalığı nə idi? Orinokodur. Bir də böyük düzənliklərdir. Köhnə dünyada isə Qafqaz dağları, bir də Mesopotamiya ovalığıdır. Birə uyğundur. Deməli, yeni dünyaya uyğundur Appalaç, daha sonra Orinoko, böyük düzənliklər. 2-yə uyğundur Qafqaz və Mesopotamiya. 165-ci suala nəzər yetirək. Müvafiq olaraq 2, 4 və 3 yarımkürədə yerləşən, 2 yarımkürədə yerləşən Şimali Amerika və Avstraliya materikidir. Deməli, 1-ə uyğundur. 1-ə uyğundur B və C. 1-ə uyğundur B və C. 2-yə uyğundur 4 yarımkürədə yerləşən yeganə materikimiz Afrika materikidir. 3 yarımkürədə yerləşən materikimiz isə Cənubi Amerika və Avrasiya materikidir. 1-ə uyğundur B, C, 2-yə D, 3-ə A və Y. Bu da bizim testin sonuncu sualı.